Salam, hər vaxtınız xeyir. Mən Toğrul Əcov, karyera məsləhətçisi. Karyera məsləhətçisi kimdir? Karyera məsləhətçisi iş axtaranlara iş axtarışında dəstək olan şəxsiyyətdir. Bugün mən sizə bugünə olan iş elanlarından bir qismini səsləndirəcəm. Baxın, diqqət edin. Bugünə olan iş elanlarından bir qismi, hamısını yox. Hamısını səsləndirsəm bu videonun vaxtı uzana bilər. Ümumiyyətlə bu videoda səsləndirdiyim və səsləndirmədiyim iş elanlarla tanış olmaq üçün, ümumiyyətlə iş axtarışında dəstək əldə etmək üçün chatda mənə yazıb özəl dəstək əldə etmək üçün müraciət edə bilərsiniz. Deməli yoldaşlar, gecə növbəsində iş var, misal üçün mühasibə operatoru olurlar. Qabyan işi var 600 manatlıq. Universal aşpaz işi var 1200 manatlıq. Baş aşpaz işi var 2500 manatlıq. Mühasib köməkçisi işi var 700 manatlıq. Direktor müavini var 1000 manatlıq. Operator işi var 700 manatlıq. Sürücü işi var 1000 manatlıq yük maşını olaraq. Reception işi var 500 manatlıq. Remote iş var yoldaşlar, evdən oturub işləyə biləcəyiniz çağrı mərkəzi operator işidir. Sonra HR assistent işi var, Honors Akademiyada. Ofisant işi var. Ofisantı deməyəcəm, ofisantı unutdum. Çayçı işi var, Ağa İnşaat şirkətində. Birisi operator işi var, Esko Brand Azərbaycanda. Elektrik mühəndisi işi var, MV Estal Qrup şirkətində. Mühasib işi var çoxlu yoldaşlar, Visa Mazda misal üçün. Planlama və prosedur üzrə koordinator işi var, asistent işi var. Bu VMN şirkətində. Brigadir mexanik işi var, foreman üzrə SHB. Sonra mühasib işi var, çoxlu yerdə. Dediyim kimi onları sadalamaq artıq elə də olmaz. Marketing asistent işi var, Hindistan səfərliyində. Təcrübə proqramı var, Bakı Holding Travel'da. Mexanik ustası işi var. Ondan sonra Avstriya səfərliyində, konsolunda, səfərliyində daha doğrusu iş var. Aparıcı işi var Skandensdə. Sürücü işi var Kürdəmirdə, MyPay-də. İntern işi var proqrama, intern işi var Sabah Hub'da. Administrator işi var Beauty Gözəllik salonunda. Sonra remote başqa bir işdə var yoldaşlar. Klops şirkətində müştəri təmsilçisi mütəxəssis işi var. Müştəri təmsilçisi belə deyim. İnsan resursları təcrübəçi işi var Unibankda. İstanbulda hospitalda xadimə işi var. MMC-də, Koroğlu MMC-də mühasibə operator işi var. Ofis mentor işi var. Reception işi var. Sahə rəisi işi var. Proqraf işi var. Ofis administrator işi var. Sürücü işi var. Usta köməkçisi işi var. Şəxsi sürücü işi var. Qapı ustası işi var. Mühafizəçi işi var. Bu və bənzər iş elanlarla tanış olması və müraciət etmək üçün mənə yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.